Salam. Bugün psixik xəstəlikləri sadəcə bir üç yerə bölmək istəyəcəyəm. Ümumiyyətlə, birinci şəxs bildirir ki, mənim psixiatri ehtiyacım var. İndi əsəblərim çox yorğundur, filandır. Çox gərginəm. Bu bir qrup şəxsdir. İkinci şəxs bildirir ki, artıq yata bilmirəm, müalicə almam lazımdır. Və üçüncü şəxs isə heç vaxt müraciət eləməyən, amma fərqli bir qrupdur. Bunun haqqında ayrıca danışacağım. Birinci məsələ ki, şəxsin özünün yorulmasından, gərginliyindən özünün xəbəri var özündən, belə deyim. Və bu şəxslərin çox vaxt doğrudan da psixiatri ehtiyacı yoxdur. Sadəcə psixikasının yorulduğunu düşünürlər və bilirlər ki, belədir. İstirahət, biraz əyləncə, biraz olan həyat tərzini dəyişdirmək kifayət edəcəkdir.